Bismillah. Heç vaxt negativ qüvvə təsir etməyən və tez təsir edən bürclər kimlərdir? Bu mövzunu biraz daha real və psixoloji baxımdan izah edim. Negativ qüvvə, cadu, pis enerji kimi təsirlər adətən insanın daxili gücü, psixoloji dayanıqlığı və enerjisi ilə bağlı olur. Yəni bəzi bürclər daha möhkəm, qorxmaz və tez toparlanan, bəziləri isə həssas və tez təsirlənən olur. Heç vaxt asan təsir altına düşməyən, güclü aura, möhkəm ruh, şir, lider ruhlu, qorxmaz, güclü enerji, əqrəb, çox güclü intuisiya, özünü qoruma instinkti yüksək, oğlaq, soyuqqanlı, məntiqli, psixoloji davamlı, qoç, cəsarətli, negativə qarşı döyüşən xarakter, tez təsirlənən, həssas, emosional bürclər, balıq, həddindən artıq empatik, enerji tez qəbul edir, xərçəng, duyğusal mühitdən tez təsirlənir, tərəzi, balans pozulanda ruh düşkünlüyü yaşayır, qız, çox düşünür, stres enerjisini tez toparlayır. Qısa məsləhət, ən güclü qorunma bürc deyil, inanclı olmaq, pozitiv düşünmək, dua, meditasiya, sağlam həyat tərzi və özünə güvənməkdir. Daxili güc artdıqca heç bir negativ təsir sənə yaxın dura bilmir.